Azad olunmuş ərazilərdə çalışan işçilərlə bağlı bir çox narazılıq videoları paylaşmışıq. Hamısında da eyni problem. Qarabağın bərpasında əməyə keçən vətəndaşların haqqı ödənilmir. Bu dəfə kanalımıza Zəngilan rayonunun Beşdəli kəndindən TVM İnşaat MMC şirkətinin xətti ilə işləməyə gedən bir qrup işçi müraciət edib. Onlar 3 aydan çoxdur ki, əmək haqlarını ala bilmədiklərini iddia edirlər. Ətraflı sujetimizdə izləyək. Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Biz bu TVM şirkətinə görüşdürürük, Zəngilan rayonunun Beşdəli kəndində, oteldə. Biz 3 ayda pulumuzu ala bilmirik. Bizə deyiblər gəlmişdik, işləmişik, yəni bu qardaşları, bu yoldaşları hamısı mənim dəvətimlə gəliblər. Ona görə də hamısı ilə bariyə gətirmişlər. İndi qardaş, məni alladılar, məni deyən, yəni biz qrupanı alladılar. Noyabr ayında işlədiyimiz pulu elə bizə verməyiblər. Çünki bu həftə, o həftə, ay bayrama düşdü, ay yenilə düşdü. Deyə bizə alladıq, bugün səhərləri bu vaxta qədər çalışmalıyıq. 3 ayda biz pulumuzu ala bilmirik. Xahiş edirəm, biz tədbir görəsiniz. Bizim TVM şirkətdir. Bizi məsələn Elman gətirib işlətməyə bizə. Biz onları tanıyırıq. Kimə də deyirik, deyir bizlik deyil. Elman bilər. İndi biz kimə müraciət eləyək bilmirik. Bunu xahiş edirəm, siz özünüz yəni canlandırasınız. Biz də işçilərik. Bu kişi bizi çağırıb, vasitəçi olub. Biz cənab prezidentimizdən, dövlət orqanlarından, adiyyəti orqanlardan kömək istəyirik. Bizi gətiriblər bura, işlədiblər, telefonumuzu açmırlar. İşi 3 aydır burada işləyirik, 3 gündür işi təhvil vermişik, otaqda yatırıq. Bunların pul kim kəsəblər? İşləyiblər hamısı. Hərə bir ailə yiyəsidir. Zəng edirik, telefonumuzu açmırlar. Gəlirlər bizə deyirlər ki, gözləyirik. Konkret bir söz deyən yoxdur ki, sabah pul verəcək. 3 aydır biz elə gündə sabahı gözləyirik. İşləmişik, işi təhvil vermişik. İşlədiyimiz yerlər də hal-hazırda müşahidə düşən yerlərdir. Təhvil vermişik işlərimizi, indi haqqımızı tələb edirik. 102-yə də yığmışıq, Zəngilan rayonuna da göstəriş gəlib, bizim gəlib izahatımızı alacaqlar. Sadəcə biz bunu ilə yetinmək istəmirik. Çünki o qədər allanmışıq ki, adiyyəti orqanlardan, cənab prezidentimizdən kömək istəyirik. Prezidentimiz öz çıxışında deyir, fəhlənin haqqını kəsmək olmaz. Buna baxmayaraq, gətirirlər bizi kimi kasıb təbəqəni işlədirlər, 3 aylarla pul vermirlər. Bəlkə də onların özlərinin ehtiyat pulları var, amma bizi kimi fəhlənin biz 5 manat çörək puluna çıxırıq. Bu gün oldu, bu gün yeri yoxdur, sabahımızı yoxdur bizim. Biz 3 gündür mağazindən nisyə sigaret alırıq, onu da vermirlər. Zəng edirik, deyirlər, hə, oradan mağazinə denən, mən tapşıracam, verəcəm. Mağazin bir gün vurur, ikinci gün deyir, gətirin pulunuzu verir. İş olmayandan sonra mən burada oturub niyə gözləməliyəm, niyə nisyə sigaret alıb çəkməliyəm? Hamımızın evində çörək gözləyəni var. Biz yenə deyirəm, cənab prezidentimizdən kömək istəyirik. Adiyyəti orqanlara müraciət edirik, bizə kömək ediyin. Pulumuzu alaq, çıxaq gedək. İşimizi təhvil vermişik, burada niyə oturmalıyıq? Qar yağır, hava soyuqdur. Oturub burada gözləyənə qədər elə 5 manat çörək pulumuz var, versinlər, çıxaq gedək. 17 nəfər adamıq, 60 mində puldur. Bu 60 min pulu yükləyiblər, 3 ayda gətiriblər bura, verəcək demirlər. Hətta bizə verəcək sözünü demirlər, zəng edirik. Deyirlər ki, gözləyirik. Filankəsi gözləyirik, nə bilim, müdiriyyətin adını verirlər, müdiriyyəti gözləyirik, amma ortada bir nəticə yoxdur. 2 ayda da gözləyirik, elə hey gözləyirik, ortada bir şey yoxdur. Xahiş edirik, bu uşaqlar da bir-bir hamısı işləyiblər, əziyyət çəkiblər. Hərəsi bir tikə çörəyə görə bu uşağın üstünə baxırsan adamın ürəyi ağrıyır. Valla, işləmişik, hamımız bir nəfər kimi işləmişik, tək o uşaq deyil. Gündüz axşama qədər dayanmadan, oturmadan çalışmışıq ki, bir tikə çörək pulu qazanaq. Prezidentimizdən, cənab prezidentimizdən kömək istəyirik, adiyyəti orqanlarımızdan kömək istəyirik. İctimailəşdirmək istəyirik bu məsələni. Bizə baxan yoxdur, bir cavab verən yoxdur.